Herkese salam. Bugün yeni bir konsept gətirdim. Deməli nə edəcək? Bu qırmızı qutu bizim dərs çalışma rutinimizi, dərs çalışma ardıcılığımızı müəyyən edəcək. Yəni bura 5 dənə dərs çalışma şeysi yazmışam. Yəni dərs yazmışam, hansı dərs oxuyacağam. Və gözümü yumacam, buradan birini seçəcəm. Ona əsasən günümüzə hansı dərslə başlayacağımızı müəyyənləşdirəcək. Yəni seçək. Yumuram gözümü, seçirəm. Çox həyecanlıdır. Şu an çox həyecanlandım. Bilmirəm, əlimə bu gəldi. Qəşəng, bununla başlamaq qəşəng olur. İngilis dillə başlayırıq, nə onunla. Sizə ən başdan çəkirəm videonu. Çünki mən dərslərə də bu gündən başlayıram. Doğru dürüst. Yəni düz deyil, maydan falan biraz oxuyuram, amma doğru dürüst artıq bu gündən tam başlayıram 10-cu sinif hazırlıqlarına. Ona görə də ingilis dilin qrammatikasını tam yay ərzində bitirməyi düşünürəm. Ondan sonra danışıq dərsinə qoşulub reading, listening, writing. Bilmirəm, 11-də deyəsən bizə writing düşəcək. Düşəcəyə düşməyin 3 sözdən ibarət. Amma deyəsən şəkillisi də düşəcək. Yəni, bilmirəm, elə düşünürlər, deyəsən elə olacaq. Ona görə də ancaq məktəb müddət ərzində bu digər şeylər fikir verəcəm. Qrammatikanı yay ərzində bitirməyi düşünürəm. Çox danışdım, çox uzatdım. Bu arada dərsə həyatda davam edəcək. Yəni, siz məni yay ərzində evdə görə bilərsiniz. Ev çünki kondisioner yanır, sərin olur. Amma yaz ərzində mən evdə tapa bilmərsiniz. Mən həyatda oxuyuram bütün dərslərimi. Çox boş boğazlıq edim. Sevdim. Buradan itiririk. Buradan bir dənə isimlərin morfoloji quruluşunu oxudum. Deyəsən bu da az oxudum. Yəni bir aylıq istirahətdən sonra birdən bir özümü çox yükləmək istəmədim deyim. Ona görə də biraz az oxudum. Topludan da bir hissə eləyəcəm sadəcə. Bitirdim bunu. 74 test idi. Burada 2 dənə səhvim çıxdı. Baxacam dalara. Növbətini seçək. Biraz fasilə verəcəm arada. Çünki bu qız 74 test işlədi. Yəni o qədər istirahətdən sonra birdən bir 74 test asan şey deyil. Yəni özümü övmə səviyyəm. Baxın. Üslub öyrənəcək. Bu qız yenə çıxdı evə, bir yerdə dayanmır. Həyat çox isti idi. Yəni, otura bilmədim orada. Ona görə evə çıxdım mən də. Bu arada Ayşə müəllimizana baxdım. Əslində müəllimim izah edəcəkdi bu mövzunu, amma mən gözləyə bilmədim birinci günü. Ona görə indidən baxdım. Başa düşdüm. İndi oxuyacam, daha çox başa düşəcəm, əminəm ki. Gedək o zaman. Kitabımın son halı budur. Dəhşət belə parça pinçik oldu. Oxudum. Əsas üstündə görürsünüz də belə müəllimin burada dediklərini yazmışam da. Əsas onları yazmışam, burada olmayan şeyləri. Yəni belə dəhşət oxumadım. Çünki müəllim zaten danışdı, ağlımda qaldı da. Demək olar, qaldı ağlımda. Öncə çox oxumadım. Ona görə bunu bitirdim sayıram və keçirəm yeni bir kart seçməyə. Seçək. Ədədi silsilə. Deməli, mənim ədədi silsilədən boşluqlarım var.
necə deyim, belə deyim də. Olimpiada vaxtı qurtardı. Mən dərs oxumaq halında olmadım da, çox yorulmuşdum. Ona görə dərs hissədən boşluqlarım qaldı sinifdə. İndi onu doldurmaq üçün topludan işləyəcəm, qaydalarına, düsturlarına nəzər salacağam və bu mövzuda inanıram ki, möhkəmləndirə biləcəm inşallah. Burada bir səhvim çıxdı. Çox mexaniki bir səhv idi. 3 yenə 4 yazmışdım. Burada da eyni şəkildə tələsmişəm. Belə 40 sual yazmışdım. Deməli, baxın, bu qəzəli oxudum buradan. Buradan da deməli, qəsidə, qitə, məsnəvi. Bir də rübaini oxuyacağam. Buradan o tərəfi sabaha saxlayıram ki, hamısını birdən öyrənməyim, biraz başım qarışmasın. Ona görə gedim onda bu rübaini də öyrənim. Deməli, geç çıxartdım. Belə. Kitabdan oxudum, geç də çıxartdım. İndi oradan oxuyacağım, görüm neyinirəm. Deməli, uşaqlar, oxuyub bitirdim. Daha yəni hava da qaraldı biraz demək olar ki. Burada videomu sonlandırım. Videoyu bəyəndisə like atmağı, abunə olmağı unutmayın. Və videomu bəyəndisə, əgər davamı gəlməsini istəyirsə, 500 like gəlsə davamı gələcək bu videonun. Sağ olun.